Proqramlaşdırma nə üçün lazımdır? Deyib, yəni kimsə aramızda yadında deyib, kimdir? Cavab verir ki, proqramlaşdırma insanın işlərini asanlaşdırmaq üçün lazımdır. Düz demiştim, tamamilə doğru. Bununla kadar böyle bir sual, yəni insan nə vaxt, məsələn, gördüyü işlərdən yorulur? Hansı işlərdən biz daha çox yorulur? Tekrarlanmış işler. Tekrar eyni işləri görməkdən adam bezir. Düzdür, hamı bezmir. Bəzilər ondan bilmirəm, zövq alır mı bilmirəm, amma yəni işlər görürlər. Məsələn, indi bilmirəm, indi çox şey dəyişib. Amma mən uşaq olanda yadımdadır ki, məsələn, Novruz bayramı qabağı, yəni bütün hamı yığışırdı, nə edirdi? Məsələn, baklava pişirməmişdən qabaq, bilirsən, görüləsi milyon dana başqa iş var. Məsəl üçün, səməni nədir? Səməni qoyursan çox. Qoz ləpəsinin qabığını soyurduq ki, o ağ olsun. Bilmirəm, bu dəqiqə onu eləyən var mı, yox mu? Basırlarmı elə qabıqlı zat edilir düşməkdən. Amma qabaqlar elə, yəni təsəvvür eləyin, qoz ləpəsi, bilmirəm. Onu bir isti suyun içine atırdılar. Bundan sonra balaca bıçaqla bir onun qabıqlarını soyurdular. Bir neçə gün davam edirdi bu gözəllik. Məsəl üçün. Və ya başqa bir şey, məsələn, bir dənə də zat, yəni bunun Novruz bayramı qabağı yox, amma yəni hər hansı bir bayram qabağı plov pişirəndə düyünü tökürdülər stol üstünə və bir onu belə seçirdilər. Yəni ağ düyüləri bu tərəfdə, onun içərisindən nəsə çıxdığı zaman onu tapırdılar zibilə. Bu. Yəni təsəvvür edin, bir elə bir sayırsın içindən burada zat var. Yəni o əslində Cinderella nağılında zat kimiydi. Yəni cəza kimiydi. Orada Ögeyana, nə bilim, Qarabaşaqla, nə bilim, nəyi qarışdırmışdı. Dedi ki, bunları bir-birindən ayır. Okay? Bu. Yəni ki, prinsipcə cəza kimi verilə bilən ağır bir işdir. Belə şeylər adətən adam bezdirir. Niyə? Çünki yəni qısa müddətli işlər olduğu zaman yəni bu əksinədir. Yəni deyirlər, yəni qabaqlar bizim başımızı aldadırlar ki, yəni əmək fəaliyyətini dəyişdirdiyi zaman adam dincəlir. Yəni misal üçün bununla məşğul olurdun, sən bunu qırağa qoyub başqa şeylə məşğul olmaya başladığın zaman yəni ki işindən dincəlmiş olursan. Bəlkə də düzdür, bu yaxınlarda başqa bir tərifini oxudum şeyin, dincəlmənin. Dincəlmə bilsiniz nədir? Dincəlmə insanın hər hansı bir təəssüratından azad olması deməkdir. Yəni nə vaxt ki sən heç bir təəssürat almırsansa, o zaman sən dincəlirsən. Yəni o şey bir balaca aldatmadır ki, nə bilim gedirik Avropanı gezməyə. Gedirsən orada baxırsan, wow, gəlirsən bura, wow, nə bilim, nə təzə şeylər görürsən, təzə zatlar. Yəni o əksinədir, yəni o dincəlmək deyil. O dincəlmək deyil, yəni sən həm psixolojik, həm də fiziolojik olaraq yorulursun. Gəzməkdən yorulursan və təəssürat almaqdan beynin yorulur. Təzə şeylər. Yəni əgər dincəlmək həqiqətən istəyirsinizsə, artıq getdiyiniz və tez-tez getdiyiniz bir yerə gedin. Tamam, o zaman təəssürat olmayacaq, görmüşəm də, bunu da verirəm filan. O zaman beyin dincəlir, təzə bir şey gəlmir beyinimizə. Okay? Yaxşı. Qayıdırıq bizim təkrara. Madem ki təkrar bizi ən çox zad eləyəndir, yorandır, o zaman bəli, təkrar əməliyyatlarının həyata keçirilməsi üçün hər bir proqramlaşdırma dilində bizim bir dənə mütləq şəkildə alətimiz var. Minimum bir dənə. Hərçənd daha çox da onlardan, yəni 2 dənə 100% var, 3-4-5 dənə olabilir. Necə baş verir bu JavaScriptlər? Bunun üçün bizim, məsəl üçün, while adlı bir operatorumuz var. Və bunun təxminən forması bu şəkildədir.
Bunun içerisinde şart yazılır. Hansı ki, yani while ne demektir? O vakta kadar ki buradaki şart bize mesela şu true verir. Bu müterzilerin içerisinde yazılan ameliyatlar tekrar başlanır. Özdeki ameliyatlar yerine getirilir. Özdeki bu ameliyatların yerine getirilmesi bilirsiniz nedir? Bir zaman içerisinde baş verilir bizim için. Tamam? Elə deyil ki, bunu elədi, sonra bunu elədi, sonra bunu elədi. Yox, biz nəticəsini birdən görürük, hamısını. 10 dənə nəticəni görürük. Tamam? Yani ki burada zaman gecikmesi şey değil, mevcut değil. Elə bil. Yani en azından bizim için hiss olunur. Tamam? Biz bütün nəticəni birdən görürük. Yani bir değil. O değil. Yani o slider kurmuştuk. Eğer nasıl bir istiyorsanız o zaman set intervalını eləyik. Ama bu ondan farklı olarak bize hamısını birden verir. 10 tanesini birden verir. 100 tanesini birden verir. 85 tanesini birden verir. Tamam? Yes. Mesela için necə bir şey olabilir? Yani buradaki şart ne olabilir? Buna condition deyip zaten. Yani ki şart. Mesela için tutalım ki filan düğmeye basılana kadar bu işi gör. Eğer filan düğmeye basılmayıpsa o zaman bu iş görülesin. Tamam. Veya herhangi değişen bu rəqəmə, bu sayıya çatana kadar bu işleri gör. Tamam. Yani eğer herhangi sayı buna çatana kadardan söhbət gedirse o zaman biz while'ı istifade etmemeye çalışırıq. Niye? Sebebini söyleyeyim. Mesela için tutalım ki burada bizim ne olsun? Mesela konsol logun içerisine tutalım ki mesela herhangi bir sözün yazılmasını isteyeyim. Evet. Neçə dəfə yazılacaq? Burada misal için bir tane değişen yaradırıq. Ondan sonra burada misal için şartını yazırıq ki bizim x'imiz ondan kiçiktirsə bunu yazmaya devam edesin. Ve bunun içerisinde de deyirik ki x'i biz bir artırmak isteyirik. Yani x başta 0 olacak, 0 ondan küçük olduğuna göre bunu yazacak. Sonra x'i ilecek 1. 1 ondan küçük olduğuna göre konsola bir daha bunu yazacak. Bunu arttıracak, x olacak 2. Ondan sonra x ondan küçük olduğuna göre bunu bir daha yazacak, x artıracak, x olacak 3. Ve bu da devam edecek ne vakta kadar? X onu aşana kadar verir, ona beraber olana kadar.